Hər vaxtınız xeyir olsun. Aranlı dağlı, Cənnət Qarabağlı, Nəxçıcahan Naxçıvanlı, İrəvan, Sərdarabad, Zəngəzur, Zəngibasar, Göyçək mahalımız olan Göyçə mahalı, Dərələyz ellərimiz, bütöv bir canda can olan Azərbaycan xalqımız. Bugün sizlərə o körpəlik beşiyimizdə laylamızı çalan Bulaq dədəmizin yol izinə düşüb söz sovermağanı gətirmişəm. Yaxın əyləşin əzizlərim, gözünüz, qulağınız məndə olsun. Yəqin bir çoxlarınız görkəmli saz söz ustadı, 20-ci əsr aşıq poeziyasının sonuncu karfeyi Dədə Şəmşirin Vədəsində adlı rəqibli qoşmasını çox eşitmisiniz. Yeri gəlmişkən onu da deyim ki, ölməz şairimiz Səməd Vurğun bu qoşmanın sorağı ilə Kəlbəcərdə dədəmizi axtarır, tapır, onunla dillərdə dastan olan çox möhtəşəm bir görüş keçirir. Bu görüş ayrıca bir dastanın mövzusudur. İnşallah bir gün bu barədə sizinlə geniş, ətraflı söz açarıq. Nəysə, gələk mətləbə. Şəmşir babamız çox gənc yaşlarından el yığınaqlarında, toy nişan məclislərində iştirak etmiş, xalqın sevgi və rəğbətini qazanmışdı. Pir olmuş ellərimizdən də toy busat əski olmazdı. Şux qamətli, hündür boylu, vüqarlı görmüşdü, şahanə duruşu dədəmizin özü məclisə bir, sazı, sözü, söhbəti min yaraşıq verərdi. Günlərin bir günü yenə Kəlbəcərin adı dillərdə dastan olan, tülfə gözəlləri ilə tanınan kəndlərinin birində toy məclisi qurulmuşdu. Qız gəlin arasında əda ilə, naz qəmzə ilə əyləşən, məclisi göz ucu süzən, mələk simalı, sərvi boylu, süzgün baxışlı, gül yanaqlı, gözəl adlı bir gözəl qız əyləşmişdi. Məclisə sanki gecənin qaranlığından ay işığı düşürdü. Saz sinəsində məclisi başdan ayağa, ayaqdan başa dövran edən dədəmizin gözü qız gəlin arasında əyləşən gözəli tutur. Ayrı coşkundan Koroğlu cəngisi ilə yeri yerdən, göyü göydən oynadan aşıq birdən-birə sazını, sözünü məhəbbətlə coşdurur. Sevgi dolu min tövhə tökülür İmran dilindən. Fürsət tapan kimi bir qasidlə gözələ namə göndərir. Gözəl də əvvəlcə matahını baha tutur, bir söz söyləmir. Şəmşir dədəmizin toylarda qurduğu bu dövranı görən gənclər bir-birinin bəhsinə toy dalınca, nişan dalınca sıralanır. Həftə 8, mən 9 bir toy çalınır. Toyların hamısında Şəmşir babamız ən hörmətli aşıq kimi toya çağırılır. Gözəl hər toyda, hər nişanda, yarı gizli, yarı aşkar məclisə gəlir, eyni səmtdə oturub Şəmşir dədəmizin gözünə görünməyə çalışır. Və günlərin bir günü Şəmşir babamızın naməsinə elə namə ilə cavab verir. Bu namədən ilhamlanan aşıq gözəlin şəninə onlarla məhəbbət şeiri yazır. Gözəllə Şəmşir əhd-i peyman bağlayırlar. Arada xeyli müddət keçir. Xəbər gedib, gözəlin anasının qulağına yetişir. Bə deməzsənmi? Şair Qurbanın aşı oğlu Şəmşir buralara həftə 8, mən 9 boşu-boşuna gəlmir. Arvad da bu xəbəri bəhanə gətirib, kolxoz sədrinə xəbər yollayır ki, qıza özgə talib çıxıb, tez elçilərini göndərsin. Bir yanından da oxlayı çəkir, nə çəkir? Gözəli nə yemisən, turşulu aş. Hirsi soğuyanda qızı dilə tutub deyir ki, ay külbaş, sənə neçə dəfə demişəm ki, kolxozumuzun sədri gündə mənə xəbər göndərib deyir ki, qızı özgəsinə ərə verməsin.
Mən də ona söz vermişəm. Atana da, qardaşına da kolxozda iş verəcək. Özün də əlini qoy belinə, kəndin qız gəlini qabağında qaravaş işlət. Günümüzü, güzaranımızı görmürsən? Başımıza dövlət quşu qonub, dövlət. Nə badə o quşu uçurdasan. O bircə ağanın qəbrinə and olsun, sənə bu işıqlı dünyanı qaranlıq edərəm. Hə, əzizlərim, pir olmuş qədim qaim ellərimizin gözəl adət-ənənələrindən biri də budur ki, yaxşı qız anasının sözünə qulaq asar. Gözəl də belə edir. Telli duvaqlı, xorlu xonçalı, bərli bəzəkli gəlin olub kolxoz sədrinin evinə köçür. Dədəmiz də çox arif adam idi. Bu xəbəri eşidir, bir də bu tərəflərə üz tutulur. Çox keçmədən o da gül üzlü pərisi güllüsü ilə qarşılaşır. Həqiqi sevgisini, ilham pərisini tapır, onunla ailə qurur. Paklıq, halallıq, sədaqət üstündə qurulan bu ailənin ömrü qədim qayım, oğullu, uşaqlı, barlı, bərəkətli, qonaq qaralı olur. Şən firavan ömür sürürlər. Hə, mənim əzizlərim, o dağlarda izi, yaylaqlarda səsi, bulaqlarda pıçıltısı qalan, yer üzünə 1893-də Miskin Abdalın ocağında Ağdabanlı şair Qurbanın evində, köyündə dünyaya gəlmiş haqq qaşığı olan dədəmiz ellər məclisi bəzəyir. Səsinin sədası dildən dilə, ağızdan ağza mahallarımıza car çəkilir. Nəğmələri, şeirləri, yaratdığı dastanlar, sabahlara qədər məclislərdə söylədiyi qəhrəmanlıq və məhəbbət dastanları, bədahətən söylədiyi və cavablandırdığı qıfılbətlər, dil tərpənməzlər, dodaq dəyməzlər, səsinin zili ilə söndürdüyü 30-luq lampalar xalqımızın dilində, hələ sağlığında dədəmizi dastanlaşdırır. Az qala hər gün radio və televiziya proqramlarında onun haqqında silsilə verilişlər gedir, lent yazıları səslənir. Hamı onun necə bir qüdrətli sənətkar, ustad, ozan, aşıq, möhtəbər şair olduğundan danışır. Onu zəmanəsinin, sənətinin, sazının dağı adlandırırlar. Çox keçmədən Şəmşir babamızın yaradıcılığı haqqında görkəmli alimlər, professorlar, yazıçılar, şairlər, söz adamları, jurnalistlər dövrü mətbuatda elmi və publisist məqalələr dərc etdirirlər. 1963-cü ildə SSR Əməkdar İncəsənət Xadimi adına layiq görülən Şərəf ordenli dədəmizin sənətinə ən yüksək qiyməti 1973-cü ildə ümumi milli liderimiz Heydər Əliyev verir. 1980-ci ildə daha bir mühüm qərarla Kəlbəcər Mədəniyyət Evi Aşıq Şəmşirin adına verilir. O vaxtki xanlar indiki Göygöl rayonunda adına küçə verilir, heykəli qoyulur. Xalqımızın dədəmizə olan sevgi və rəğbəti o qədər sonsuzdur ki, danışmaqla, deməklə bitib tükənməz. Hə, əzizlərim, Şəmşir dədəmiz öz yaradıcılığında ucalmaqda olsun, sizə kimdən deyim, kimdən danışım? Xoş günü qəfildən tərsinə dönən, ağ günü göy əskiyə bükülmüş gözəldən. Bir neçə il idi ki, qara günün daşını atıb ağ günə çıxmışdı. Xəbər gedir rayon partiya komitəsinə çatır ki, kolxoz sədri qaynanası ilə əl-ələ verir, kolxozu əməlli başlı talayır. Kişini sədrlikdən çıxarıb atırlar naxırçılığa. O da iki ayağını bir başmağa dirəyib deyir ki, mən o boyda kolxozda sədr işləmişəm. İndi naxıra getmərəm. Ev eşiyin, oğul uşağın, qəhri, yükü hamısı düşür yetim gözəlin çiyinlərinə. Kolxozda inək sağmaqdan, sahədə tütün becərməkdən qədd iqaməti əyilir, o gül yanaqları solur, beli bükülmüş bir qarıya dönür. Günlərin bir günü yenə pir olmuş ellərimizdən toy-büsat məclisi qurulmuşdu. Oğul anası əhd edibmiş ki, toyda Aşıq Şəmşir oxusun. Babamızın da xeyir duası yerdə qalmazdı. Kimin toyunu çalıb oxusaydı, o kəs çox xoşbəxt, oğullu qızdı, ruzi bərəkətli olardı.
Dədəmiz el xətrini həmişə əziz saxlayıb. Özü demiş, nə qədər qocalsa da sözü, söhbəti həmişə cavan və təzə olardı. Dədəmiz toya tək getməyə qərar alır. Onun belə fikrə düşməyinə əvvəlcə evdə, eşikdə heç kim razı olmur. O isə xeyli vaxtı obalarımızı, ellərimizi belə gəzib dolaşmadığından, dostun, qohumun halını sormadığından azeylənir. Və bir də uzun illərdən sonra onun yolu ilk dəfə idi ki, bu tərəflərdən düşəcəkdi. O biraz da qeyli-qallı idi, fikirli idi, sanki bu yollar onu keçmiş xatirələrinə aparacaqdı. Aşıq sazını götürüb pay-piyada yol alır toy olan kəndə.